Bəlkə getməyəsiz bu dənizə. Videonun qabaq fotoğrafından gördüyünüzə görə video nə haqqında olduğunu bilirsiniz artıq. Bu dəniz hər il Azərbaycandan yüzlərcə sakinimizin həyatına son qoyur. Hər il olduğu kimi bu ildə hələ yay tam başlamamış bir çox insanların həyatı məhv oldu. 4 dost Bakıya işləməyə gəlibmiş. Sonra isə Mərdəkanda dənizə getmək qərarı alıblar. Dənizə getdikdən sonra da olanları bilirsiniz. Bu olanları görən şəxs hadisəni danışdı, amma yalanmı, doğru mu olduğu hələ bilinmir. Təvəkkül və bu hadisə olub. Nə olubsa düzün deyinə. Dedi dayı heç nə. Paltarlarımızı geymişdik, çıxırdıq evə gedirdik. Ayaqlarımız palçıqlı idi deyə, qumlu idi. Biraz ayaqlarımıza su vuraq, ayaqqabılarımızı geyinək. Ayaqqabılarımızı geymək, deyir, bu da mənim yanımdaydı. Dedim, nə qədər suya getmişdiniz? Dedi, dizə heç çatmırdı. Deyir, bir də çöndüm, gördüm, yoxdur yanımda. Ondan sonra məlum oldu ki, paltarlar maşındadır, uşağın paltarları maşındadır. Çağırın, dedim, təvəkkül, yalan danışsan, düzün de yine, ona uyğun biz iş görə hərəkət eləyək. Ondan sonra qayıtdı, axırıncı sözü bu oldu ki, mən bir dənə dediyim budur, mənim yanımdaydı, sonra baxdı da buna başımda kəslər, mən heç nə demərəm. Nə olub bitdiyini tam deməməyi məni biraz qəribsətdi. Hadisəni tam bilmədiyimizə görə fikir bildirməyim düz olmaz. Sadəcə Azərbaycanda hər il yüzlərə yaxın insanlar batır. Bunun da qarşısını almaq üçün ya dənizə getməməlisiniz, ya da ki çox dərinə getməməlisiniz. Əgər özünüzü düşünmürsünüzsə belə ailələrinizi düşünməlisiniz. Ölüb getdikdən sonra geridə qoyduğunuz ailələrinizi düşünməlisiniz. Keçən ildə Novxanada 2 dost dənizdə batmışdı. Beş nosuz burada biz keçiyorsak giriflər dənizə, uşağın ikisi həm qonşunun oğlu, həm də mənim oğlum ikisi də batdılar. Yiyiblər, içiblər, çimir, giriblər çimməyə. Düşüblər, da batıblar, bunu dostlar istəyib çıxartsın, alıb. Belə xəbərlər hər bir insanı bir daha düşündürür. Bir neçə dəqiqə ərzində baş verən hadisə ailələrin, dostların və yaxınlarının həyatını dərniz buraxır. Həyatını itirən şəxslərin arzuları, planları və gəzişləri yarımçıq qaldı. Onların xatirəsi isə yaxınlarının qəlbində daim yaşayacaq. Bu faciə bir daha göstərir ki, dənizdə olarkən təhlükəsizlik qaydalarına ciddi şəkildə əməl etmək lazımdır. Hava şəraiti, dalğaların gücü və digər risklər bəzən insanın gözləndiyindən daha təhlükəli ola bilər. Buna görə də hər kəs ehtiyatlı davranmalıdır. Təhlükəli ərazilərdən uzaq durmalı və xilasedicilərin xəbərdarlıqlarına diqqət etməlidirlər. Həyatını itirən 4 nəfərə Allahdan rəhmət diləyirik. Onların ailələrinə, yaxınlarına və dostlarına dərin hüznə başsağlığı veririk. Uca Allah dünyasını dəyişənlərə rəhmət etsin. Ailələrinə isə səbir versin. Bu faciəni bir daha yaşanmamasını diləyirəm. Bu hadisələr çox tez baş verir. Dənizdə batma hadisələri çox olur. Hər il bizdə bu hadisələr baş verir. Ona görə də dənizdə çox diqqətli olmaq lazımdır. Nə olursa olsun dərinə getməmək lazımdır. İnşallah bu videoya baxan hər kəs dediklərimə əməl edər. Video buraya qədər idi. Özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın.